Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Erməni ekspertlər sabah Bakıya gəlir. Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açılır. Tokayev Paşinyana orden verdi. Bu sarsılmaz qardaşlığımızın rəmzidir. Ermənistan Azərbaycanla sərhəddə qala tikir. İrəvanda qorxurlar ki, erməni ekspertləri noyabrın 21-də Bakıya səfər edəcəklər. Telegraf xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Bildirilib ki, Ermənistan hökuməti noyabrın 20-sində keçirilən iclasda Ermənistan tərəfdən 5 ekspertin 21-22 noyabrda Azərbaycanın paytaxtında keçiriləcək dəyirmi masada iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan charter reyslərinin təşkilinə 17.550.000 dram ayırmaq barədə qərar qəbul edib. Qərarın əsaslandırılmasında qeyd olunur ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin aktivləşməsi və etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşmasına imkan verəcək. Qeyd edək ki, iclasa Ermənistan baş naziri Nikol Paşinyan sədrlik edib. Qazaxıstan Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə malların tədarükü üçün yeni marşrut aça bilər. Bu barədə Qazaxıstanın Milli İqtisadiyyat naziri Serik Shumangarin deyib. O bildirib ki, hazırda mallar Azərbaycan vasitəsilə Gürcüstana, daha dəqiq desək, onun Qara dəniz limanlarına daşınır. Stat. Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, Türkiyənin dəniz limanlarına çıxışı təmin edəcək. Statın sonu. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan baş naziri Nikol Paşinyanı Qızıl Qartal ordeni ilə təltif edib. Bu, liderlərin Astanada görüşü zamanı baş verib. Siz çox çətin geosiyasi vəziyyətdə qeyri-adi və cəsarətli qərar qəbul etdiniz. Son nəticədə bu, erməni xalqının xeyrinə olan çox dəyərli qərar idi. Aydındır ki, dost qardaş Ermənistan sülh və davamlı inkişaf yolunu seçib. Bu işdə sizin tarixi töhfəniz böyükdür. Qeyd etmək istərdim ki, siz Ermənistan və Azərbaycan arasında Vaşinqtonda qəbul edilmiş sülh sazişinin təşviqində mühüm rol oynamısınız. Qazaxıstan prezidenti Ermənistan baş nazirinə deyib. Kasım-Jomart Tokayev bəyan edib ki, bugün Qazaxıstan-Ermənistan dövlətlərarası münasibətləri strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib. Stat. Qazaxıstan-Ermənistan münasibətlərinin inkişafında böyük töhfə və nailiyyətlərinizi nəzərə alaraq, bugün sizi Qazaxıstan Respublikasının Ali Dövlət Mükafatı Qızıl Qartal ordeni ilə təltif etmək qərarına gəldim. Bu, bizim sarsılmaz qardaşlığımız, möhkəm qarşılıqlı etimad və xalqlarımızın gələcəyinə ümumi istəklərimizin parlaq rəmzidir. Statın sonu. Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə beton bunkerlər və ya Parlamentin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanın dediyi kimi sərhəd qalalar tikir. Bu qalaların tikintisi ermənilər arasında xof yaradıb. Bununla bağlı Hraparakın məqaləsində bildirilir. Müdafiə Nazirliyindəki mənbələrimiz bildirir ki, bu qalaların tikintisi üçün açıq tender elan edilir, tikintinin parametrləri təsvir olunur, yəni gizli təhlükəsizlik məlumatlarını düşmənlərimizin də ixtiyarına verirlər. Bu prosesdə yeganə qəribə fakt bu deyil. Mənbəmiz onu da bildirir ki, qalalarda tikinti işlərini əsasən əcnəbilər, Hindistanlılar, Misirlilər, İranlılar aparır. Belə olan halda heç bir təminat yoxdur ki, onların bəziləri başqa ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya ucuz işçi qüvvəsi adı altında gizli məlumatlar ötürən xəbərçilər deyil. Məqalədə deyilir.